Herkese salam dostlar. Sizlə mənəm Zırpaket 2026. Bugünlər mən sizə aldığım zır paketləri göstərəcəm. Hardasa 25-30%-ni göstərəcəm. Çünki gələn yeni ilə hələ 2 ay qalıb və gələn videoları unutmayın baxmağa. Çünki gələn videolar çox olacaq. 3K abunə olduqca yeni video çox tez çıxacaq. Çünki 3K olduqca monetizasiya açılacaq məndə. Gəlin asta-asta başlayaq. Bu part 6 bir videosudur. Buna baxıb köhnə videolarıma kim baxmayıbsa onlara da baxa bilərsiniz. Çünki onlar da çox maraqlıdır. Gəlin asta-asta başlayaq. Belə bir blok vardı. İndi bütün qiymətləri və axırdan almışam, axırda deyəcəm. Amma qiymətləri göstərə bir-bir deyəcəm. Gəlin başlayaq. Belə bir zır paket bloku vardı. Maxim firmasının Co 201 paçka indi bir-bir göstərəcəm içində nələr var bunun. Bunun içində nələr var. Gəlin gözləyim, belə qoyaq bunu. Ya belə. Belə düzək. İçində baxın. Belə bir paçka vardı. Paçkalar, 10 dənə paçka. Bu da vardı amma ki bu da. Gəlin belə düzək bunu da. Bunun içindəkini gəlin sizə göstərim. Sarılar ən keçən bir partlayanlardan biridirlər. Sarılar, baxın bunların içinə. Bir dəqiqə kameranı düzəldim. Görsənmir. Belə bir zır paketdir. Kamera fiksasiya almır. 60 ədəd olur içində. Mən isə bunların çoxsunu şəhərdə heyr, amma ki rayonlarda partlatmışam. Görsənmir, neysə. Yaxşı, yəqin ki gördünüz. Bunları qırağa qoyaq. İçində 10 dənə paçka vardı. Bunun qiymətini deyəcəm sizə. Bunun qiyməti blokuna 1 manat 13 manat vermişəm, 1 manat 30 qəpik idi. 13 manat vermişəm, amma ədədi 1 manat 50 qəpik, 1 manat 38 satırdılar keçən ay, amma bu ay yəqin ki 2 manatdan başlayacaqlar. Gələn ay isə 3 manatdan verəcəklər, çünki biraz bahalı olacaq qiymətləri yeni ilə yaxınlaşa. Sonra bu hazır paket deyil. Gəlin bir-bir göstərim bu nədir. Bu da maraqlı bir şeydir. Əslində uşaqlar üçün və təhlükəsiz bir şeydir bu. Gördüyünüz kimi. Bunu yerə atdıqca partlayacaq. Yandırmaq lazım deyil və bu 3 plusdur. Hər yerdə satırlar bunları. Və axırda deyəcəm harda hamısını almışam. Gəlin gəlin başlayaq. Balacalardan gedək böyüyə kimi, həmişəki kimi. Baxın. Belə bir Zuki demək olar bundan. Nə demək olar? Birinci dəfə almışam, bilmirəm nədir. Gəlin bunun adını oxuyum. Piratka. Yəqin ki elə bu da Zukidir. Piratka. P1001. Nəysə. P1001. Bunun qiyməti 50 qəpik idi. 50 qəpiyə almışam. Bəli, kameranı düzəltdim. Sonra gəlin keçək biraz da böyüklərə. Bunun gəlin qiymətləri deyim. Bunu mən 50 qəpiyə almışam paçkasını, bunu 50 qəpiyə, bunun paçkasını 1.50-yə, amma blokunu 1 manat 13 manata. Gəlin bunu da göstərim sizə. Bu blokun atasıdır demək olar. Çünki buna baxın nə boydadır. Maraqlı gəldi, ona görə aldım. Birinci dəfə belə bir zır paket görürəm. Barmaqdan da böyüdür. Nə demək olar buna bilinmir. Nəysə, bunun qiyməti isə 30 qəpik idi. Mən biləni ya 20 qəpik, ya 30 qəpik. Dəqiq yadımda deyil. Yəni, kameranı bir an düzəldim. Sonra uşaqlar, gəlin bir dənə nəysə göstərim. Bəli, belə bir üstünü oxuyum bir dəqiqə. MK 536 Grand Room. Bunu belə qoyursunuz, uçur yuxarı, amma 3 il dalbadal bunu alırdım. Rayonda eləyəndə uçmurdu yuxarı. Yerdə qalırdı elə. Bunun qiyməti 1 manat idi. Elə bunu da maraq üçün aldım. Elə maraqlı olsun bu ildə, ona görə aldım. Və videolar maraqlı olsun, ona görə aldım. Sonra gəlin
biraz böylələrə keçək. Biraz da maraqlı olsun sizə də bir video. Bu nədir bilmirəm. Maxim firmasıdır, amma inanmıram çünki podelka çox olur. Çindən gələn mallardır. Yəqin ki bunları da axırda deyəcəm hardan almışam. Yəni kommentdə çox doldurursunuz, görürəm. Elə mən də yalan danışmaq istəmirəm də sizə, yəni. Çox gözəl bir zırh paket bizi gözləyir. Gəlin titanları göstərim sizə. Belə bir titan 1, 2, titan 2 keçən ildən qalmışdı. Və titan 1. Titan 1 ilə titan 2-nin fərqini bilmirəm. Amma titan 1 qat-qat böyüdür də titan 2-dən. Yəni o razmerinə baxın bunun. Çox böyük bir zırh paketdir. Bilmirəm. Birinci dəfə almışam titan 1-i. Amma titan 2-ni keçən il Azərbaycanda ən çox məndə idi. Öz aramızda. Hə, bəli. Sonra nə göstərim sizə maraqlı. Gəlin Zenga göstərim. Zenga çox deyə, amma videoda bir videonun içində istəmirəm bu qədər zırh paket göstərim. Çünki videonu da ban eləyə bilərlər YouTube. Nəysə, Zenga nə qədər göstərim, yaxşı. 5 dənə Zenga göstərim. 5. Bunların qiymətlərini demədim. Bunu mən 1 manata almışam, 1 manata. Bunu mən 50 qəpiyə almışam. Bunu 50 qəpiyə, bunu 1 manata, bunu keçən ildən 30 qəpiyə almışdım ya 20 qəpiyə, yadıma gəlmir. Blokla almışdım. Hə, bu Zengaları isə mən 1 manat 50 qəpiyə almışam. Ya 1 manat ya 50 qəp, 1 manat 50 qəpiyə deyəsən. Bəli, 1 manat 50 qəpiyə Zengaları almışam. Bu da çox gözəl bir zırh paketdir. Bunları partlatsaz, indidən deyim sizə, təhlükəsiz bir yerdə, yəni yanınızda bir 18 plus bir adam olmalıdır. Çünki bunlar da təhlükəli bir zırh paketlərdən biridir. Çünki hamınız da yəqin ki bilirsiniz nə baş verə bilər. Nə baş verə bilər. Ona görə də indidən deyim ki, demirəm ki siz alın. Mən maraq üçün bu videoları çəkirəm, amma indidən deyim ki, yəni qərar versəz almağa, yəni tövsiyə vermirəm də almağa. Qərar versəz almağa asda olun, çünki bunlar da təhlükəli bir zırh paketlərdir. İndidən deyim sizə. Sonra gəlin belə bir P23 4 dənəsini göstərim. P23-ün 4 ədədini. Bunları da belə düzək. P23'lər. Bunların da qiymətlərini deyim. Bu P23'ü 1 manat 20 qəpiyə deyəsən almışam, ya 1 manat 50 qəpiyə. Yadıma gəlmir, çünki çoxdan da almışdım. Çoxdan da deyəndə keçən ay almışdım, bəli. Sonra bu nədir? Super Pirat. Keçən ildə bir dəfə Novruz bayramından almışdım bunu. Yəni çox gözəl bir zırh paketi oxşuyur. Olur belə şey. Dağıldı biraz. Nəysə. Gəlin bunu da belə qoyam. Nətər qoyam bunu. Bunları çək. Gözləyim bir dəqiqə. Bəli, olur belə. Şeylər dağıldı biraz. Heç nə olmaz. Gəlin gedək birazdan. Nə göstərim sizə? Maraqlı bir şeylər. İndən yenə də deyim, sonra deməyin ki, deməmişəm. Yəni indidən deyim ki, bunları almağa almayın. Çünki zərərli bir şeydir. Çünki yeni ildə 10 salut olacaq bulvarda, Sumqayıtda, Bakıda, Gəncədə, hər yerdə olmalıdır. Mən biləni. Yəni olacaq onsuz da, ona görə də məncə almasaz yaxşı olar. Çünki özünüzə birdən yandırarsınız o yerdə, adam olsa, elə xəstə adamın yanında belə. Ondansa almayın. Mən almışam videoya görə, onsuz da keçən ilə kimi indi zırh paketlər qalıb da, bunları ya zibilə atıram, ya da kəndə da gedəndə orada partladıram. Yəni qərar versəz ki, parta almaq istəyirsiniz, yəni ondansa gedin rayona, harda adam yoxdur, dənizə gedin ki, harda heç kəsə zərər vermərsiniz, yəni ora gedin ki, orada partladarsınız. Yəni indi deyim, belə eləməyim də, yəni. Sonra Big Boom Bank, Big Bank Boom, Big Bank. Bu nədir ala? Nəysə, bu da çox böyük bir zırh paketdir.
görürsünüz də. Bunu 2 manata almışam. Bunu 2 manata almışam. Mən yadıma gələn 2 manatdır. Gözlüyüm dəqiqə. Bəli. Sonra opa. Ko 2010. Geçən görsənirmi? Ko 2010. Hə, geçən görsənir. Bəli. Ko 2010 bu orijinalıdır. Bu biraz bahayıdır. Bunu 3 manata almışam. Amma ki bu da videoya görə almışam. Geçən görsənsin ki belə almışam videoya görə. Kommentlərdəki sualların demək olar ki hamısını cavablandırıram belə. Yəni istəsəz bir komment yazarsınız suallardan, onları da cavablandıraram. Hə, bəli. Gəlin sonra bloklarla başlayaq. Explosive yazılıb üstündə, amma bu explosive deyil, explosive 227 yazılıb. Amma bu MK27'dir bizdə. Gəlin geçən biraz göstərim bunları da sizə. MK27 Zenga'ya oxşar bir zırh paketdir. Zenga'ya oxşar bir zırh paketdir. Sonra belədir. İçində 20 ədəd vardı. Bunlar da düzəlik, qəşəng. Yəni yerləşmir. Kadra yerləşmir. Neyse, sonra Explosive'ın orijinal versiyası 20 ədəddir, saymışam özüm. O birisinə 20 ədəd yazılıb, 20 ədəd deyil, içində 18 dənədir. Explosive 20 ədəd tam olaraq orijinal eksplosivlərdir. Yəni Explosive'ın adı P20 gedir. Mən eksplosiv deyirəm çünki xoşuma gəlir bu zırh paket. Görünüşü də zor deyə, yəni çox gözəldir görünüşü də. Buna baxın, içi də belədir. Çox dəyərli bir zırh paketdir. Sorry. Yəni belə zırh paket çox gözəldir. Bu da bir təhlükəli bir zırh paketdir, ona görə də tövsiyə vermirəm. Almayın, almayın. Videolara baxın amma almayın, yəni. Videolara baxsaz, yəni bəsdir. Bilirəm ki, çox alasısınız, amma eləməyin də belə. Eləyirsiniz də adamın yanında eləməyin ki, zərər verməsin. Nəyəcə, dedim sizə də. Oy. Bunlar da salütlər, amma bunlar da biraz təhlükəsiz bir salütlərdir. Yəni, yanınızda valideyn varsa eləyin, yoxsa mən də eləmirəm, yəni. Mən heç vaxt tək eləməmişəm, eləməyəcəm də. Baxın, belə zırh paket, zırh paket nədir? Fişəngdir, fişəng. Fişəngin gəlin içərisini göstərdim sizə. Belə bir içərisi, fişəngin içəri vardı. Stermonitor, uyda. Və bu nə adlardır? Yəni, inşallah ki, video xoşunuza gəldi. Yəni, bəyənin videoları, gələn videoları baxmağı unutmayın. Kommentlərinizi yazın və aldığım yeri indidən deyirəm. Sonra kommentləri partlatmayın. Yəni, niyə demirsən, niyə demirsən. İndidən deyirəm. Axıra kim baxıbsa, onlar üçün deyirəm. Yəni, bu zırh paketlərin çoxsunu mən Sədərəydən almışam. Çoxsunu deyəndə hamısını Sədərəydən almışam. Yəni, indi noyabr ayında bilmirəm, olacaq, olmayacaq. Yəni, Sədərəydə çox vardı, axtarmalısınız. Mən sıranı zadım başıma qalmır, dünənki yemək də başımda qalmır. Yəni, indi sizə sıra zad deməyim, belə söhbət yoxdur. Yəni, Şirniyyat bazarı, Sədərəy belə süsbə deyə bilərəm. Çünki mən Bakını da çox da tanımıram. Gedirəm, alıram, qayıdıram yəni rayonuma. Belə bir zırh paketlərdir. Nəysə, Sədərəydə getsək tapa bilərsiniz, sizə söz verirəm, amma yəni gedirsinizsə, yanınızda valideyn olsun. Partladırsınızsa yanınızda adam olsun, yəni. Amma belə, yəni həstə adamın yanında, ev ərazilərində, Bakıda, şəhərdə, nə bilim, bulvarda partlatmayın, çünki zərər verə bilərsiniz. Nəysə dostlar, sağ olun, təşəkkür edirəm. Videonu inşallah ki bəyənəsiniz, çünki boğazım da ağrıyır, çünki görürsünüz ki 2 həftədir video yoxdur. İnşallah ki gələn aydan, yox bu aydan noyabra kimi
noyabrın axırına kimi, dekabra kimi, yanvara kimi video çox olacaq inşallah. Bu da ki 25%'dir mənim zır paketlərimin. İnşallah bəyəndiniz. Sağ olun, abunə olun. Təşəkkür edirəm.